Xoş gördük. Ramiz Mehdiyevə zəng edilib. İlk öncə bunu dinləyək, ondan sonra söz verdiyim kimi Ramiz Mehdiyevin həbsinin, daha doğrusu ev həbsinə məhkum edilməsinin gerçək səbəblərini sizə danışacağam və göstərəcəm. Görün nələr baş verir, hansı oyunlar gedir. Bunları sizə danışmırlar, fərqli məlumatlar bölüşürlər sizinlə. Azad sözü izləyin, sona qədər bu videonu dinləyin, bəyənin, paylaşın ki, daha çox insan izləsin. Alo, Ramiz müəllim salam, hər vaxtınız xeyir. Kimdir danışan? Necəsiz Ramiz müəllim? Danışan kimdir? Dövlətə xəyanətdə ittiham olunursunuz. Bu barədə nə deyə bilərsiniz? Telefonu adbay etdi, Ramiz Mehdiyev cavab vermədi. Ramiz Mehdiyev barəsində bildiyiniz kimi ötən gün dövlətə xəyanət, eləcə də saxta sahibkarlıq, eləcə də hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi maddəsi ilə cinayət işi açıldığı deyilir və bu cinayət işini Dövlət Təhlükəsizlik Xidməti aparır. Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyev 2022-ci ildə Əli Nağıyevlə Ramiz Mehdiyev hətta bir-birlərinin evlərinə gedib gəlirdilər və Naxçıvan xanı Vasif Talıbovu devirmək üçün Əli Nağıyev Ramiz Mehdiyevdən hansı məlumatları alırdı? Bunlar barədə sonraki videoda danışacağam sizə. 2022-ci il arxivimə qayıdıb göstərəcəm sizə. O ayrı bir məsələdir. Əli Nağıyevin də vaxtı bir neçə ildən sonra yəqin ki gələcəkdir. Ona ayrıca toxunacağıq biz. Dəyərli dostlar, bəs nə baş verir? Hakimiyyətin daxilində silahsız, davasız, qansız savaş gedir. Ramiz Mehdiyev də Adnan Əhmədzadənin həbsinə cavabdır. Adnan Əhmədzadənin həbsinə cavab olaraq Ramiz Mehdiyevin həbsi həyata keçirilibdir. Daha doğrusu ev həbsi. Hakimiyyətin mediaları bu xəbəri paylaşır. Adnan Əhmədzadə ilə Ramiz Mehdiyevin həbs olunmasını güya əlaqələndirməyə çalışırlar. Amma səthi və üzdən. Bəs nələr deyirlər? İndi mən nələr deyəcəm? Evin həbsi ilə Adnan Əhmədzadə işi arasında iki ortaq nöqtə görünür. Birincisi, hər iki şəxs dövlətə xəyanətdə ittiham olunur. İkincisi, hər iki şəxsin Azərbaycanın dövlət maraqlarını eyni yerə, Rusiyaya satdığı deyilir. Mehdiyevin Rusiyaya bağlılığı sir deyil. Lakin onun Adnan Əhmədzadədən sonra həbs edilməsi Rusiyaya bağlı şəbəkənin sıradan çıxarılması kimi qəbul edilir. Bəli. Ramiz Mehdiyevin həbsinin Adnan Əhmədzadə ilə əlaqələndirilməsi bu sadəcə bir ipucu atıblar. Hansı ki, hakimiyyətin daxilində bu köhnə klan, Heydər Əliyevdən qalma klan, Bəylər Əyyubov, elə Ramiz Mehdiyevin indiki yan yörəsi də var. Eləcə də, yəni Naxçıvan klanı bu xəbəri atıbdır, ucunu qoyub sadəcə, amma izah eləyə bilmirlər, izah etmək istəmirlər, manipulyasiya edirlər. Adnan Əhmədzadə güya Ramiz Mehdiyevlə birgə şəbəkədə Rusiyaya işləyib. Tamamilə yalandır, amma həbslərinin bir-biri ilə əlaqəsi var. Sentyabr ayında Adnan Əhmədzadə həbs edildi. Adnan Əhmədzadə tam sübut olunur və bunu hakimiyyətin daxilində heç kəs dana bilməz, danmır da ki, Paşayevləri Mehriban Əliyevanın adamıdır. Onların pul kisəsi olubdur. Altay Həsənovun pul kisəsi olub. Altay Həsənov Mehriban Əliyevanın ən birinci dövləti idarə eləmək, kadrlarını təyin etmək şəbəkəsinin başçısıdır, xaç atasıdır. Baxın, ötən videolarda mən göstərdim. Heç Ramiz Mehdiyevin həbs xəbəri də çıxmamışdı. Baxdınızmı? Adnan Əhmədzadə əlində bayraq eyni zalda kimlərlə dayanıbdı? Altay Həsənovdan. Adnan Əhmədzadənin yeri deyil ora. O vəzifəli də deyil idi. Həbsindən bir neçə ay əvvəl Altay Həsənov, Kamran Əliyev baş prokuror, Ali Məhkəmənin sədri İnam Kərimov, baş nazirin müavini Şahin Mustafayev, Azər İşığın rəhbəri
Balava Barrızayev, Kamran Əliyevin müavini general Heydər Məmmədov, Orxan Məmmədov və daha kimlər ailəvi iç-içədirlər. Yəni bunu heç kəs danmır ki, Adnan Əhmədzadə Altay Həsənovun klanının, Mehriban Paşayevanın klanının pul kisəsi olubdu və köhnə klan, Naxçıvan klanı, Ermənistan klanı demək olar bunu, Heydər Əliyevdən qalma klanı da demək olar, Ramiz Mehdiyev, Bəylər Əyyibov və Kamaləddin Heydərov və s. Bax bunlar, xüsusilə Bəylər Əyyibovun komandası, Adnan Əhmədzadədən zəhləsi gedən, Altay Həsənovdan zəhləsi gedən komandası Adnan Əhmədzadə haqqında çalışırdılar, əlləşirdilər, vuruşurdular ki, faktları toplasınlar, nöqsanlarını tapsınlar və fakt qarşısında qoysunlar İlham Əliyevi. Və ən sonuncu fakt da Rusiya tərəfindən əldə olunan materiallar idi ki, Adnan Əhmədzadə məhz onlara görə həbs olunmalı idi, çünki Avropada həbs olunacaqdı və nail oldular. Sizə yəni inandırım və inandırıcı gəlsin sizə. Bəlkə də mən yəni bu bəzilərinin lağlağı kimi gələ bilər. Çırtdıq vurub oynayırdılar Adnan Əhmədzadə həbs olunanda. Bəylər Əyyibov komandası, Naxçıvan klanı çırtdıq vurub oynayırdılar Adnan Əhmədzadə. Sevinclərindən uçurdular. Və Ramiz Mehdiyev də onlardan da biri. Və Adnan Əhmədzadənin həbsinə cavab olaraq Ramiz Mehdiyevin ev həbsi həyata keçirildi. Bəs Ramiz Mehdiyevin ev həbsi İlham Əliyevə nə qazandırır? Paşayevlərə nə qazandırır? Hə? 87 yaşlı onsuz da indiyənə kimi evindən çıxmayan, heç yerə də getməyən, yalnız evində, ətrafında özdəki onun bir qonşusunda qızı yaşayır, o birisi qonşusunda isə oğlu yaşayırdı və çox böyük hektarlarla ərazilərdə bağlıq, bağçalıq, nə bilim, Abşeronun nə qədər hektarlarla sahəsi, o ərazidən heç çıxmağa ehtiyac yoxdur. Lap elə 30 yaşında da yaşasaydı heç başqa yerə getməyə ehtiyac olmazdı. Adamlar xəyal eləyirlər ki, elə yerdə yaşasınlar, neçə hektarla ərazilər içərisində hər şey qura bilər orada. Əlqərəz, 87 yaşlı adam güya ev həbsinə məhkum olunursa, nə olur? Sadəcə bu siyasi qərardır. İllərdir, daha doğrusu Ramiz Mehdiyev 2019-cu ildə prezident administrasiyasından işindən azad olunduqdan sonra hətta o Elmlər Akademiyasının prezidenti ola-ola ona qarşı Paşayevlər klanı tərəfindən təzyiqlər başladı. Mən bu mövzunu indi davam etdirəcəm. Arada bir fasilə edim. Bunu yadımdan çıxmamış. Əslində videonun başlanğıcında danışmaq istəyirdim. Deməli, xəbər yayırlar ki, Ramiz Mehdiyev Rusiyaya, oranın xüsusi xidmət orqanlarına danoslar yazıbdı. Məhz Dövlət Təhlükəsizlik Xidmətində ona qarşı dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi maddələrlə cinayət işi açılması məsələsi güya Rusiyada kimlərəsə o danos yazıb ki, hakimiyyəti dəyişmək lazımdır, Əliyevdən almaq lazımdır. Danos məktub mu yazıb, mesaj mı yazıbdı, səs mi göndəribdi, heç bəlkə də etməyibdi. Amma hakimiyyətin bu yaltaq mediası, siz o saytları görürsünüz, Bakıdakı internet televiziyaları verirsiniz. Tüpürün onlara, üç çevirin onlara baxmayın. Sizə bir düzü deyirlər, yanında 15 dənə də yalan deyirlər, fikirlərinizi sizin dəyişdirməyə çalışırlar. Doğru xəbərlərlə yanaşı, yanlış xəbər, yanlış fikir manipulyasiya etməyə çalışırlar. Baxmayın Bakıda olan internet televiziyalarına, özlərinə jurnalist aparıcı deyənlərə, tüpürün onların sifətlərinə. Siz bilmirsiniz ki, onlar elə hakimiyyətin içindən qaynaqlanan adamlardır, bulaqlarından su içənlərdir. Onlara qulaq asmayın. Azad sözə qulaq asın. Dəyərli dostlar, mən kanalımı tərifləmək üçün demirəm. İstəyirəm ki, siz gerçəkləri biləsiniz. Yalan xəbərlər, qarışıq xəbərlərlə başınızı allatmayasınız. Dəyərli dostlar, Ramiz Mehdiyev güya xəbərlər veribdi və kimlə Rusiyanın adını belə çəkə bilmirlər, qorxurlar. Heç demirlər ki, Rusiyanın xüsusi xidmət orqanlarına, deyirlər ki, xarici xüsusi xidmət orqanına. Kimdir bu xarici xüsusi orqanı? Hə? Ramiz Mehdiyev Rusiyanın adamıdır. Əlbəttə Rusiyanın adamıdır. İllərlə ömür boyu Rusiyanın adamı olubdur. İlham Əliyev Rusiyanın adamı deyil. Azərbaycanda hal-hazırda prezident Əliyevdən sonra Azərbaycanın ən birinci Rusiyanın adamı hesab edilən şəxs Mehriban Əliyevadır. Bəli, bunu hər kəs bilir.
gerçək səbəbin başqa bir cümləsinə. Mən ötən videoda qeyd etdim ki, Ramiz Mehdiyevin ev həbsi qərarı məhz düşənbədə İlham Əliyevlə Putin arasında danışıq zamanı ondan razılıq alınıbdı. Və Putin illərdir ona xidmət etmiş Ramiz Mehdiyev 87 yaşında, bəlkə 88 yaş çıxmayacaqdı. Ramiz Mehdiyev bəlkə çıxacaq, bilmirəm, onu Allah bilir. Amma daha ona Ramiz Mehdiyev lazım deyil. Daha ona çox da nüfuz eləyə bilmədiyi, çox da Azərbaycanda səlahiyyət sahibi olmadığı Ramiz Mehdiyevlər lazım deyil. Ekranda gördüyünüz şəxslər lazımdır. Məyər Mehriban Əliyeva Rusiyaya, Putinə Ramiz Mehdiyevdən azmı və yaxud da pismi xidmət eləyir? Onun yanındakı Mikhail Cabbarov və yaxud Şahin Mustafayev və yaxud ki, hazırki baş nazir, baş nazirin digər müavinləri azmı xidmət eləyir? Rövşən Nəcəf azmı xidmət eləyir? Hə? Altay Həsənov və prezidentin hazırki mühafizə xidmətinin rəhbəri Fərid Əskərov Rusiyada FSB Akademiyasında oxumuş şəxsdir. Bunlar hamısı oyun idi, bir ildir fırladırdılar bizi və Avropanı oynatmağa çalışırdı İlham Əliyev ki, mən Rusiyadan ayrılmışam, ki, mən Rusiyaya meydan oxuyuram, Rusiya mənim təyyarəmi vurub. Əliyevin vecində idimi təyyarə? İndi bir ildən sonra görüşdülər, hər şey sən demə əvvəlkindən də yaxşı imiş, alışları, verişləri və orada həmçində Putinlə İlham Əliyev Ramiz Mehdiyevin də vurulmasını, kəlləsini istəyibdi. Bunu dünən danışdım, görürəm bu günləri başqa bir şəxs mənim dünənləri danışdığım bu məsələni, məsəl üçün AXCP sədr müavini Fuad Qəhrəmanlı yazı olaraq yazıbdı. Mən bunu dedim ki, düşənbədə Əliyevlə Putin razılıq əldə edibdi. O da deyib, mənə lazım deyil. Ramiz Mehdiyev nəyimə lazımdır? Onsuz da bir işə də yaramır. İri işə yarayanlar kimlərdir? Cənab Əliyev, sənin arvadındır, mənə xidmət edən, onun komandasıdır. Get nə edirsən elə. Və Ramiz Mehdiyev vurub, həmçinin də ki, əllərinə güya hansısa formada DTX-mı, xarici kəşfiyyatmı, xarici kəşfiyyatın rəhbəri Orxan Sultanov Paşayevlərin klanıdır. Və İlham Əliyevin əlinə hansısa Rusiyadan məlumatlar da veribdi. Yəni, çünki Ramiz Mehdiyevi həbs etmək üçün də və yaxud da cinayət işi açmaq üçün də gerçək olmayan və yaxud da saxta da olsa və yaxud da əsl cinayət hesab olunmasa da nəysə bir sənəd, arqument göstərmək lazımdır. Orxan Sultanov vasitəsilə Rusiyadan hansısa və yaxud da ki, Fərid Əskərov vasitəsilə Rusiyadan hansısa güya arqument və sübut təqdim ediblər İlham Əliyevə. O da deyib ki, barəsində işi DTX aparsın. Dövlət Təhlükəsizlik Xidməti heç bir şeydən heç xəbəri olmayıb əvvəlcədən. Ramiz Mehdiyevin həbsini əvvəlcədən Dövlət Təhlükəsizlik Xidməti, heç onun rəisi Əli Nağıyevin də xəbəri olmayıbdı. Çünki Əli Nağıyev Ramiz Mehdiyevlə illərdir yan-yana olan adamdır. Evlərinə gəlib gedən adamdır, bir-birlərinin evlərinə gəlib gedən adamdır. Mənə şəxsən onların polis mühafizəsindən xəbərləri verirdilər 2022-ci ildə ki, bunlar Ramiz Mehdiyev Əli Nağıyevin evinə gedir. Əli Nağıyev Ramiz Mehdiyevin evinə gedir. Çünki onları polis qoruyur da, bildiyiniz kimi. Baxmayaraq Ramiz Mehdiyev prezident administrasiyasının rəhbəri vəzifəsindən çıxmışdı, amma onu hələ də polis mühafizə edirdi. 2 polis mühafizə patron maşını onun evinin qabağında dayanırdı. Həmçinin də Əli Nağıyev gedərkən hara getdiklərini də bilirdim mən. Yəni o vaxt 2020-də bu xəbərləri vermişəm. Azad sözə girib baxa bilərsiniz. Dəyərli dostlar, deməli Ramiz Mehdiyevdən həmçinin də nəyə görə qulturulmaq istəyiblər? İkinci məsələ. Əmlaklarını əllərindən almaq tək onun deyil, həmçinin də onun oğlunun, onun gəlinin qardaşı, bəs nələri varmış Ramiz Mehdiyevin, Azərbaycanda nələrini almaq istəyiblər? Onların siyahısını mən indi sizə oxuyacağam ki, Ramiz Mehdiyevin Azərbaycanda hələ bilinən, mənim bildiyim, əldə etdiklərim nələri var və indi onları əllərindən almaq istəyirlər. Xeyli bir Azərbaycandakı biznesini, əmlakını qohumları vasitəsilə Türkiyəyə köçürübdür. Yaxın 2-3 il içərisində sürətlə köçürübdür. Çünki bilib ki, axırı pis olacaqdır, vuracaqlar. Altay Həsənov onu vuracaq. Bəs Ramiz Mehdiyevin
nələri var dəyərli dostlar və təsadüfi deyil ki, ona saxta sahibkarlıq cinayət maddəsi ilə də iş açılması məhz buna görədir. Saxta sahibkarlıq o deməkdir ki, bax bu əmlaklarına həbs qoyulacaq. Nələri var? Ramiz Mehdiyevin Novxanıda uçsuz-bucaqsız üzüm bağları var. Bakı, Abşeron, Gəranboyda əkin təyinatlı 216 hektar torpaq sahəsi var. Novxanı kəndinin Mehdiyevlərə məxsus 155 hektar torpaq mövcuddur. Ailənin Gəranboyun Xınalı kəndindəki bağının sahəsi 50 hektardır. 2. Məşdağa qəsəbəsindəki keçmiş subtropik bitkilər savxozunun ərazisində Qalina Mehdiyevaya, yəni onun arvadına bildirilir ki, o da erməni əsilli qadındır. Adi 892 sot Kamilə Əliyevaya qızıdır. Məxsus 240 sot hektar torpaq var. 3. Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya Digital Media MMC-nin təsisçilərindən biridir. Digital Media MMC 20 avqust 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıbdır. Onun hüquqi ünvanı Bakı şəhəri Teymur Əliyev küçəsidir. 4. Kamilə Əliyevanın İqtisadiyyat küçəsi ev 11 ünvanındakı mənzili iki şirkətin Infonet MMC və Caspian Telekom MMC-nin hüquqi ünvanıdır. 5. Dilarə Əliyevə küçəsi 251A ünvanında Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan 2 mənzil tikinti kooperativi, Topaz MTK və Qala RL MTK, eyni zamanda NLT MMC və Premium Store MMC yerləşir. Mehdiyev ailəsinə həm də NLT MTK, Servis MTK, Grand Palace MTK, Astoria MTK, Astoria Tibb Mərkəzi, Grandezza MMC, Astoria Tibb Mərkəzi 2020-ci ildən German Hospital adı altında fəaliyyət göstərir. Otellər var, tibb mərkəzləri, hospitallar var. Ən əsası bəs nədir? 6-cı. Saxta sahibkarlıq da məhz əsas bu banka görədir. Ramiz Mehdiyevin gəlini bank VTB-nin əsas səhim sahibidir. 75%. Yəni bank kapitalının 50 milyon manatı onundur. Bank VTB ASC həm də VTB Leasing ASC və VTB Capital Investiya şirkətinin təsisçisidir. Dəyərli dostlar, bəs Altay Həsənovun komandası Milli Bank bu bankda, yəni Ramiz Mehdiyevin bankında nələr aşkara çıxardıbdır və onu da təqdim eləyib və Cinayət Məcəlləsinin saxta sahibkarlıq maddəsi üzrə də cinayət açılmasına nail olublar. Qulaq asaq. Bildirilib ki, bu bank zərərlə, ziyanla və saxta məlumatlar verməklə aldadıbdır dövləti. Bunu isə Altay Həsənovun komandası və Milli Bank aşkara çıxardıbdır. Bu ilin 3 rübünün yekununda Bank VTB xalis zərəri 641 min manat olub. 5 ildir Bank VTB zərərlə işləyirmiş. Belə ki, 2024-cü ildə bankı xalis zərəri 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub. Maraqlıdır ki, VTB maliyyə hesabatları ilə bağlı yaydığı xəbərlərdə zərər etməsi ilə bağlı məlumatları göstərməyib, gizlədibdir. Bankın dünən elə həbs qərarı çıxan vaxtı 14 oktyabr 2025-ci il tarixində rəsmi veb saytında yerləşdirdiyi xəbərdə yazılır ki, bankın 9 ay üzrə xalis mənfəəti 2,3 milyon manata çatıb. Xəbərdə xalis mənfəət olaraq qeyd olunan 2,3 milyon manat əslində bankın xalis mənfəəti deyil, vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir. Bildirilir ki, bu bankın 75%-i Mehdiyevaya, Nigar İsmail qızına, o Ramiz Mehdiyevin gəlinidir. 19,1% Sadiq Rıza İsmailoğluna, o da Nigarın qardaşıdır. 6% isə Mahmudova Tükazban ağa qızına məxsusdur. Və əsas məqsədlərdən biri də Ramiz Mehdiyev haqqında belə qərar çıxartmaqla onun bu bankını da əlindən almaq. Mən yalan deyirəm, baxarsınız, yaxın
aylarda və sairələrində görəcəksiniz kimin əlinə keçir. Naxçıvanda 2022-ci ilin sonlarında Naxçıvan xanı Vasif Talıbovun oğlunun ailəsinə məxsus olan banklar kimin ixtiyarından keçdi? Sonradan araşdırmalarla ortaya qoyduq ki, bu banklar keçib hazırki DTX rəisi Əli Nağıyevin adamlarının adına. Eləcə də Ramiz Mehdiyevin nəyi olduğu bildirilir. Dəyərli dostlar, Şərq-Qərb nəşriyyatı Ramiz Mehdiyevə aid olduğu deyilir. Əhmədli qəsəbəsində çox məşhur və böyük bir nəşriyyat hesab olunur. Aşıq Ələsgər küçəsi yerləşən bu nəşriyyatın deməli Ramiz Mehdiyevə aid olduğu bildirilir. Eləcə də Ramiz Mehdiyevin Sədərək və Bina Ticarət Mərkəzində şərikliyi olduğu da bildirilir. Bakının Tiflis prospektində dəbdəbəli villası bir müddət əvvəl 800 milyon ABŞ dollarına satışa çıxarılmışdı. 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu qeyd edilir. Və 10 Ramiz Mehdiyevin Göyçay, Şamaxı, Göygəl və digər ərazilər daxil olmaqla ölkənin müxtəlif regionlarında əmlakları, villaları, torpaq sahələri var. Bu hələ mənim tapa bildiklərimdir. Gör hakimiyyətin özünün əlinin altındakı resurslardan Ramiz Mehdiyevin nələri var? İndi niyə bunları əllərindən almaq istəməsinlər, dəyərli dostlar? Yayıma yeni qoşulanlar xahiş edirəm, yayımı bəyənin, paylaşın, daha çox insan izləsin. Və ən sonda nəyə deyəcəm? Ramiz Mehdiyev, deməli, onun barəsində həbs qərarı çıxmadan öncə Bəylər Əyyubov və bir sıra şəxslərlə müzakirədə bunu dediyi bildirilir. Sizə təsadüfmü gəlir? Bugün, həmçinin dünən də hesab oluna bilər, İlham Əliyevin prezident dırnaqarası seçilməsinin 22 illiyi tamam olur. 22 illikdə Ramiz Mehdiyevin ev həbsi qərarı çıxarılır. 2003-cü ildə nələr olmuşdu? Ramiz Mehdiyev nələr deyib? Ramiz Mehdiyevin öz dilindən çıxan sözlərdir. Bəlkə də bu hansısa, yəni mənə bu dedikodular, danışıqlar əsnasında gəlib bu söhbət. Amma yəqin ki, bunu hansısa xüsusi xidmət orqanı, DTX inanmıram, Altay Həsənovun himayəsindəki xarici kəşfiyyat və yaxud da prezidentin təhlükəsizlik xidmətində Fərid Əsgərov bu söhbəti yazıbdı, ya səsimi yazıbdı, ya bilmirəm. Nədən ibarətdir məsələn? Ramiz Mehdiyev deyib, İlham Əliyev 2003-cü ildə Azərbaycanda o qarışıqlıq, yəni Heydər Əliyevin öldüyü vaxt vardı, hansı ki aylarla ölmüşdü, onu diri göstərirdilər güya Clevelanddə, Amerika Birləşmiş Ştatlarında güya hələ də sağdır, xəstəxanadadır. Həmin ərəfələrdə bildirilir ki, Ramiz Mehdiyev deyir ki, İlham Əliyev 2003-cü ildə qaçıb getmişdi. Onu biz gətirdik. Biz deyərkən Ramiz Mehdiyev özünü, Bəylər Əyyibovu və Naxçıvan Ermənistan klanını nəzərdə tutur. İlham Əliyev 2003-də qaçıb getmişdi, onu biz gətirmişik. İndi bizə üz çevirir. Bu, Ramiz Mehdiyevin dilindən çıxan sözlərdir, dəyərli dostlar. Əziz həmvətənlər, bəs Ramiz Mehdiyevdən sonra və bu ev həbsi qərarı çıxarmaqla həm də kimləri vurmaq istəyirlər? Ramiz Mehdiyevin yan yörəsini, Ramiz Mehdiyevin oğlu, Fövqəladə Hallar Naziri Kemaləddin Heydərovun müavinidir. Burada həmçinin də Kemaləddin Heydərova da artıq pay çatır. Kemaləddin Heydərov da yaxında gedəcək. Bəylər Əyyubovun birinci qohumları təmizlənəcək. Mən demirəm gələn həftə, bu həftə ya gələn ay. Yəni proses buna aparır. Bəylər Əyyubovun birinci qohumları təmizlənəcəkdir. Onların vəzifələrindən azad olunması. Məsələn, birinci prezident təhlükəsizlik xidmətində Bəylər Əyyubovun qardaşı oğlu Roman Əyyubov, polkovnik rütbəsində olan, illərdir PTX-da xidmət etmiş Roman Əyyubov vəzifədən azad edildi. Bəylər Əyyubovun digər o qədər də önəmli fiqur hesab olunmasa da, yəni tanınan bir mühafizəçisi idi İlham Əliyevin, Rabil Əhmədov, bunlar Bəylər Əyyubovun adamlarıdır. Onlar PTX-dan çıxardıldı. Bəylər Əyyubova hörmət edilmədən
Deməli, Bəylər Əyyubovun artıq çox da hörməti və nüfuzu qalmayıbdı. Mən hələ çox şeyləri hələ yəni ehtiyac deyil, çox da uzatmaq istəmirəm. Bəylər Əyyubovun artıq nələrə sözü keçmir. O nüfuzunu itirib. Qardaşı oğulları, onlardan da biri növbədə duracaq. Bax, bura deyirəm, yazılsın tarixi 15 oktyabr. Deyirsiniz ki, bax, Tural Sadıqlı bunu da sən demişdin, vaxtı ilə demişdin. Heç üzərindən çox keçməyəcək. Həsən Əyyubov, hansı ki, şəkillərini paylaşdıq qızlarla, formada şəklini, biabırçılıq deyir. O, vəzifədən dərhal iti qovulan kimi qovulmalıdır. Qızlarla general formasındır, yəni geyimdə, formada, qızlarla adaqlıbazlıqda şəkil çəkdirir. Həsən Əyyubovun növbəsi gələcəkdir və digərlərinin gömrük təmizlənəcəkdir onlardan. Ümumiyyətlə iş gedir və növbə həmçinin də kimlərdədir? Kimlərin narahatçılıq yaşamasına səbəblər olmalıdır. Baxın, Ramil Usubov prezidentin, daha doğrusu Təhlükəsizlik Şurasında katibdir. Eyni zamanda, baxın, Ramiz Mehdiyevin yanında görürsünüz, YAP-da nə qədər adamlar var. Baxıram, Arif Rəhimzadə bildirib ki, hansı ki YAP-da funksionerdir, bilmirəm nədir, ümumiyyətlə YAP qalıbmı? Ramiz Mehdiyev YAP-ın da həmçinin üzvü idi, hələ də üzvüdür. Bildirilir ki, Ramiz Mehdiyev pis işlərlə məşğul olubdur, onu YAP-dan çıxardacağıq. Yəni, bilirsiniz, hakimiyyətin daxilində o qədər çirkəb, zirzibil adamlar da zirzibildir ki, vəzifədə olan vaxtı, hətta heç tutulmayan vaxtı, hətta heç haqqında cinayət işi açılmayan vaxtı, evində oturan vaxtı Ramiz Mehdiyevə yaltaqlananlar o qədər idi ki, davamda edirdi. Həmçinin də ki, Azərbaycandakı o saytlar çoxları. Ramiz Mehdiyev haqqında bu qərar çıxdı, öz dostları arxasından təpi vurur, özləri xəyanət eləyir. Çünki onlar prinsipləri olmayan adamlardır. Onların da zamanı gələcəkdir. Kəmalin Heydarovun da gələcəkdir və Bəylər Əyyubovun da. Dəyərli dostlar, yekunlaşdırıram. Vaxtınızı da çox almaq istəmirəm. İzlədiyiniz üçün də təşəkkür edirəm. Azad söz izləyin. Yayımdan çıxmadan öncə bəyənməmisinizsə bəyənin ki, gerçəklərdə buradan xəbər alasınız. Sağ olun.